Nağıllar aləmini xatırladan bu görüntü Bakının Xocasən metro stansiyasındandır. Əgər yolunuz bir dəfə də olsa Xocasən metro stansiyasından keçsə, bu gözəl mənzərənin şahidi ola bilərsiniz. Bu stansiya 23 dekabr 2022-ci ildə vətəndaşların istifadəsinə verilib. Stansiyanın 3 dayanacağı var: 8 noyabr, Memarə Cəmi və Avtovağzal. Vətəndaşların rahatçılığı çox əla təmin olunur. Hər bir kəs bu xidmətdən məmnundur. Mən arzu eləyərəm ki, gələcəkdə Bakının bütün nöqtələrinə belə qatarlar işləsin. Sağ olsun, var olsun dövlətimiz, yaxşı şərait yaradıb əhalimiz üçün. Biz də rahat metrodan, qatardan istifadə edib gəlib gedirik. Burada işimiz olanda gəlirik, Avtovağzala gəlirdik siftə, ora kimi. İndi açılıb Xocasənə gəlirik. Xocasən metro stansiyası Bakı metropoliteninin sayca 27-ci stansiyası və 2-ci yerüstü stansiyası kimi istifadəyə verilmişdir. Bənövşəyi xəttin isə sayca 4-cü stansiyasıdır. Stansiyanın vestibülü, keçid dəhlizi, platformanın döşəmə və divarları uzun ömürlü və keramogranitlə üzlənib. Döşəməyə İtaliya və Ukrayna istehsalı olan qranit, divarlara keramogranit vurulub. Bu da stansiyanın estetik görünüşünə zənginlik gətirir. 2 mərtəbədən ibarət inzibati binanın birinci mərtəbəsində vestibül deyilən ərazimiz var. Burada sərnişin qurğu avtomatik avadanlıqları yerləşdirilir. Sərnişin burada gediş ödənişlər, kartlarını ödənişlər yükləməklə keçidlərdən istifadə edərək metroya daxil olur. Stansiyanın 2-ci mərtəbəsində texniki xidmət otaqlar yerləşdirilir. Burada işçi personalın rahat iş üslubunu, işini qurmaq üçün imkanlar, hər bir imkan mövcuddur. Vestibüldən daxil olan sərnişin platformaya doğru rahat hərəkət etməsi üçün stansiyada 59 metr uzunluğunda yeraltı keçid dəhlizi inşa olunubdur. Dəhlizin sonunda sərnişinlərin təhlükəsiz və rahat şəkildə platformaya qalxmaları üçün 2 eskalator və pilləkənlər quraşdırılıb. Eskalatorlar Almaniya şirkətinə məxsusdur. Bundan başqa stansiyanın platformasında hava şəraitini də nəzərə alaraq açıq və qapalı üslubda 2 gözləmə zalı tikilib. Qatarlarla bağlı deyə bilərəm ki, bənövşəyi xətt 7 vaqondan ibarət qatarların hərəkəti üçün nəzərdə tutulubdur. Ona görə də bu xəttin digər stansiyalarında olduğu kimi Xocasən stansiyasında da platformanın uzunluğu 144 metrədir və burada artıq qatarlar ənənəvi qırmızı və yaşıl xəttdəki stansiyalardan fərqli olaraq 5 yox, 7 vaqondan hərəkət edir. Bu da xəttin, bənövşəyi xəttin və həmçinin metropolitenin konseptual inkişaf planında nəzərdə tutulmuş xətlərin uzanmasında öz effektini mütləq ki göstərəcəkdir. İşıqlanma sistemi müasir, qənaətçil və ergonomik xüsusiyyətlərə malik olmaqla stansiyanın memarlıq ansamblını tamamlayır. Qatarların bənövşəyi xətt üzrə Xocasən stansiyasına və əksinə hərəkəti xüsusi cədvəllə təmin olunub. Cədvəllər metropolitenin rəsmi internet saytında dərc edilir. Gülnar Elqar qızı, Zaur Həşimov, Telesəhər.